Paşabank 2025-ci ilin maliyyə nəticələrini ictimaiyyətə təqdim edib. Bu məqsədlə keçirilən mətbuat konfransında bankın rəhbər heyəti ötən il ərzində əldə olunan göstəricilər, strateji inkişaf istiqamətləri və gələcək hədəflər barədə məlumat verib. Keçirilən tədbirdə spiker qismində Paşabankın idarə heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev, idarə heyətinin üzvü baş maliyyə inzibatçısı Murad Süleymanov və marketing departamentinin direktoru Günel Mavliyarova çıxış etdilər. Çıxışçılar bildirdilər ki, 2025-ci ildə Paşabankın əsas maliyyə göstəriciləri üzrə müsbət artım nümayiş olunduğunu qeyd etdilər. Bankın cəmi aktivləri 14% artaraq 9 milyard 840 milyon manata çatır. Kredit portfeli 3 milyard 880 milyon manata, depozit portfeli isə 7 milyard 900 milyon manata yüksəlir. Bankın kapitalı da artaraq 964 milyon manat təşkil edir. Qeyd olunur ki, faiz və qeyri-faiz gəlirlərində müşahidə edilən artım biznes fəaliyyətinin genişlənməsi və gəlir mənbələrinin şaxələndirilməsi ilə əlaqədardır. Paşabank biznes kreditləri üzrə 19,3% bazar payı ilə ölkənin ən böyük özəl korporativ maliyyə institutu mövqeyini qoruyub saxlayıb. Bank həmçinin kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətində də yüksək artım tempi nümayiş etdirir. Depozit bazarında payını artıran maliyyə qurumu hüquqi şəxslərin depozitləri üzrə bazar payını 25,6%-ə çatdırıb. Mətbuat konfransında Paşabankın səhmlərinin ilkin kütləvi təklif IPO prosesinin davam etdiyi də diqqətə çatdırıldı. Bildirildi ki, investor marağının yüksək olması səbəbindən abunə yazılışı iyunun 12-sinə dək uzadılıb. Beləliklə Paşabank 2025-ci il maliyyə göstəricilərində artım, biznesin genişlənməsi və bazardakı mövqeyinin daha da möhkəmlənməsi ilə başa vurur. Xanımlar və canımlar, hörmətli media nümayəndələri, hər vaxtınız xeyir, xoş gördük. Bugün burada olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Artıq ənənəyə çevrilən Paşabankın illik mətbuat konfransımızda sizi yenidən görməkdən böyük məmnunluq duyuruq. Paşabank olaraq daha bir strateji dövrü arxada qoyuruq və bugün həm ötən ilin nəticələrini, həm də qarşıdakı inkişaf istiqamətlərimizi sizinlə bölüşmək istərdik. 2007-ci ildən etibarən fəaliyyətimizin mərkəzində real sektor oldu. Agrobiznesdən nəqliyyat və sənayeyə qədər, ticarətdən xidmət sektoruna qədər, minlərlə biznesin inkişaf yolunda Paşabank olaraq tərəfdaş olmuşdur. Xüsusilə qeyri-neft iqtisadiyyatının inkişafı istiqamətdə sahibkarların və şirkətlərin maliyyə çıxışının genişləndirilməsi bizim üçün yüksək bir prioritet olur. Bugün Paşabank Azərbaycanın aparıcı özəl korporativ maliyyə institutlardan biri kimi bazardakı mövqeyini daha da gücləndirir. Ötən il ərzində bizim həm aktivlər, həm kredit portfelimiz, həm də depozit bazamız daha da dayanıqlı artım nümayiş etdirir. Bu barədə daha ətraflı məlumatla təqdimat zamanı sizinlə paylaşar. Müştəri bazamız genişlənir, kapital mövqeyimiz daha da möhkəmlənir və bazarda etibarlı tərəfdaş olaraq rolumuzu güclənməyə davam etmişik. Eyni zamanda biz transformasiya istiqamətdə də mühüm addımlar atmışıq. Müştəri təcrübəsinin yaxşılaşdırılması, rəqəmsal həllərin genişləndirilməsi, xidmət modelinin yenilməsi və daxili proseslərin sürətləndirilməsi ötən il əsas prioritetlərin sırasında olmuşdur. Bu yanaşma artıq konkret nəticələr verir. Daha çevik xidmət modeli, daha sürətli qərar vermə və daha yüksək müştəri məmnuniyyəti göstəriciləri bunun aydın nümunəsidir. Mən təqdimatına başlamasına bir neçə məqama toxunum. Birinci qeyd edirəm ki, Cahid müəllim dolğun çıxışından sonra mənə bir çağırışdı. Dolğun çıxış, maraqlı çıxış, təqdimat aparmağa. Dəstəyinizi xahiş edirəm. İkinci məqam mənə biraz cəsarət edib soruşacağım hamınızdan. Cahid müəllim sonuncu təqdimatında qeyd etdiyi məqam kimlər burada oturduğumuz həmkarlardan bizim IPO prosesində iştirak edirlər?
Vaxtımız var. Tələsin. Mən, bəli, gəlməm, çox sağ olun. Mən gəlməm çağırışına əlavələr edeyim ki, bəli, vaxtımız var 12 iyun sonuncu tarix olmaqla və burada bir neçə məqam deyim. Burada bəlkə də ən əsas ki, bəlkə birinci məqamdır ki, niyyətimiz burada Azərbaycanın kapital bazarlarının inkişafına dəstək olmaqdır. Bununla biz inanırıq ki, bir neçə ilə çağdaş Azərbaycanın kapital bazarlarının belə blue chip səhmləri olacaq bazarda. Özünüz də bir müqayisə edə bilərsiniz ki, bazarda bunun kimi hal-hazırda belə səhmlər var, gələcəkdə nə qədər ola bilər. Və bugün Cəbirlə qeyd etdiyim kimi 13-dən çox səhmdarlarımız var. Biz artıq kütləvi təşkilata çeviririk, bu ərəfədəyik və ilk dəfədir ki, hansı bir kağız emissiyasında bu qədər rəqəmsal platformalar var. Bu qədər sadə, əlçatan, bu qədər çoxlu sayda istiqamətlər var. Çağırışımı bunu qeyd etməklə artıq mən bizim maliyyə nəticələrinə keçirəm. Deməli, bu barədə bir neçə məqam çatdırım ki, maliyyə hesabatlarımız bankın və ümumiyyətlə Paşa Qrupun korporativ hesabatlıq cədvəlinə uyğun olaraq aparılmışdır, audit aparılmışdır. Audit prosesləri qrup auditorları tərəfindən aparılmışdır və 4 mart və 11 mart tarixlərində yekunlaşmışdır. Bu, ötən ildən yekunlaşma tarixləri daha erkəndir. Ümumiyyətlə, IPO proses çərçivəsində bizim düşüncəmiz emissiya prospektinə qarışmamaq üçün məhz hesabatların açıqlanmasını bugünə planlaşdırmışıq. Düşünürəm ki, ümumiyyətlə, siz hesabatların növbəti illərdən daha tez açıqlanmasının müşahidəsini aparacaqsınız. Hesabatlar təqdim olunanda, göstəriləndə burada görəcəksiniz, əsasən Paşa Bankın konsolidasiya olmuş maliyyə hesabatlarına istifadə olunur. Paşa Bankın konsolidasiya olmuş maliyyə hesabatları dedikdə burada Paşa Bankın bildiyiniz kimi Paşa Bank Gürcüstanda törənmə təşkilatı var. Paşa Bank Gürcüstan 85% paysılığı ilə, digər isə Paşa Holdinqləri və Türkiyədə isə Paşa Bank Türkiyə asılı müəssisəmiz var. Orada da bizim payımız 28%-dir, qalanlar Paşa Holdinqləri. Bu üç təşkilatın bir yerdə ekip olmuş maliyyə hesabatlarını təqdim edəcəyik. Ara sıra bazarla müqayisə zamanı, müqayisə üçün isə məhz bankın kurumsal hesabatlarına, bankın mərkəzi bank olan hesabatlarına istinad edəcəyik. Qısaca sizi bankımızın xərcat strategiyası və bu çərçivədə 2025-ci ildə icra olunmuş layihələrlə tanış edəcəm. Bildiyiniz kimi Paşa Bank 2022-ci ildən etibarən BMT Qlobal Sazişinin iştirakçısıdır və bu müddət ərzində 2 dəfə birlik irəliləyiş, Communication on Progress hesabatını təqdim edir. Hazırda növbəti hesabat üzərində iş davam edir və bu hesabatlar bankın dayanıqlı inkişaf istiqamətində gördüyü işləri, eləcə də sosial və iqtisadi təsirini beynəlxalq platformada təqdim etməyə imkan yaradır. BMT Qlobal Sazişi bugün 160-dan çox ölkədə 25 minə yaxın iştirakçını bir araya gətirən dünyanın ən böyük korporativ dayanıqlılıq təşəbbüslərindən biridir. 2025-ci ildə Paşa Bank ekoloji humanitar, mədəni və texnoloji istiqamətlərdə uzunmüddətli dəyər yaradan layihələrdə fokuslanır. Çünki dayanıqlı inkişaf bizim üçün yalnız iqtisadi göstəricilər demək deyil. Burada ətraf mühitin qorunması, insan kapitalının inkişafı və cəmiyyətə verilən real töhfə eyni dərəcədə önəmlidir. Paşa Bank qeyri-neft iqtisadiyyatının inkişafını dəstəkləməklə yanaşı, bizneslər üçün əlçatan və dayanıqlı maliyyə hədlərinin genişləndirilməsini davam edir. Xüsusilə yaşıl enerji və ekoloji innovasiyalara əsaslanan layihələrin maliyyələşdirilməsində aktiv rol alır. COP 2029 gündəliyi və Azərbaycanın yaşıl keçid prioritetləri ilə uyğun şəkildə CNG nəqliyyatı, dayanıqlı kənd təsərrüfatı və sənaye sahələrində emissiyaların azaldılmasına və resurs səmərəliliyinin artırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Ekoloji istiqamətdə həyata keçirdiyimiz layihələr də məhz bu yanaşmanın davamıdır. Azərbaycan Banklar Asosiasiyası ilə birgə təşkil etdiyimiz ağacəkmə aksiyası yaşıllıq zonalarının genişləndirilməsinə və ekoloji balansın qorunmasına töhfə verdi. Eyni zamanda
zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığımız çərçivəsində həyata keçirilən tullantıları həddiyə dəyişik təşəbbüsü vasitəsilə təkrar emal və ekoloji maarifləndirmə istiqamətində geniş iş aparıldı. Layihənin əsas məqsədi cəmiyyətdə daha məsuliyyətli ekoloji davranışların və gündəlik həyatda davamlı ekoloji vərdişlərin təşviqidir. Mədəniyyət və incəsənət istiqamətində həyata keçirdiyimiz layihələr milli irsin qorunmasına və onun gələcək nəsillərə çatdırılmasına yönəlir. Bu istiqamətdə Paşabank Üzeyir Hacıbəylinin Koroğlu operasının bərpasına dəstək göstərərək Azərbaycan klassik musiqisi və səhnə sənətinin yaşadılmasına öz töhfəsini verir. Opera və balet teatrı ilə birgə reallaşdırılan bu layihə klassik irsin yeni nəsillərə daha yaxın formada təqdim olunmasına və milli mədəni dəyərlərin qorunmasına xidmət edir. Biz inanırıq ki, mədəniyyət cəmiyyətin yaddaşını və kimliyini formalaşdıran ən vacib dəyərlərdən biridir. Bu sahəyə verilən dəstək isə uzunmüddətli sosial investisiyadır. Humanitar istiqamətdə Paşabank ana mayana əməkdaşlığını davam etdirərək mina təmizləmə fəaliyyətlərinə dəstək verir. İşğaldan azad olunmuş ərazilərin təhlükəsiz şəkildə bərpası, insanların doğma torpaqlarına qayıtması ölkənin gələcəyi baxımından böyük önəm daşıyır. Bu təşəbbüs regionların yenidən qurulmasına, təhlükəsiz yaşayış mühitinin formalaşmasına və sosial həyatın bərpasına xidmət edir. Biz bank olaraq bu istiqamətdə həyata keçirilən layihələri sosial məsuliyyət yanaşmamızın əsas istiqamətlərindən biri sayırıq. Ötən il ərzində gənclərin inkişafı və insan kapitalının gücləndirilməsi istiqamətində də bir sıra layihələri həyata keçirdik. Çıxışlardan sonra jurnalistlərin bir çox suallarını çıxışçılar cavablandırdı. 2025-ci ilin yekunlarına görə dividend ödənişinin həcmi 107 milyon manat oldu. Düzdür. Yəni, əgər biz nəzərə alsaq ki, bu ilki yeni əlavə olunacaq səhmdarlarda 2025-ci ilin dividendindən öz paylarını alacaqlar. Buna görə mənə maraqlıdır, bir səhmə düşən gəlirlik təxminən nə qədər olacaq? Bunu bilmək istəyərdim. Bu məsələni Murad müəllim vurğulayıb, mən tam şərikəm. Bu fikrə Murad müəllim bu barədə sizə daha ətraflı məlumat verəcək. Buyurun Murad müəllim. İlham müəllim, çox sağ olsun. Deməli, 24-cü il nəticəsinə görə biz 25-ci ildə 129 milyon dividend ödəmişik. Orada göstərilir və buradakı gəlirlərimizin təxmini 60% ətrafında olur. Bu bizim artıq hesabatlarda bunun açıq qalıb təqdimat edərik. 25-ci il nəticədən 26-cı ildə 107 milyon ətrafındadır. Yəni bu xüsusilə bazı məsələ bir səhmdarların ümumi qərarı yoxdur. Planlaşdırılandır. Onların görüşü olacaq, iyun ayında planlaşdı, iyunun ikinci yarısı. Orada təsdiq edilənsə, bu gedişat belədir. Bu bizim səhmlərə düşən baxanda burada, hansı ki, məsələn, 55 manatdan ticarətə ilkin fikirlər buraxılır burada. Təxmini orada bizim yeni səhmdarlar, baxmayaraq 25-ci ildə səhmdar olmayıblar, aldığı səhmin təxmini 10%-ni 4-5 ay ərzində dərhal geri götürəcək. Gəldiyi baxımdan eləsə, bunu siz birliyə nəsə götürsək, burada ciddi bir fərq var. Burada onu riyaziyyat hesablamaq olar. Amma bu təxmini 55 tamamı təxmini 10% ətrafında 4-5 ay ərzində bir dividend qazancı olacaq ki, dividend kütlələri əldə edəcək.